Ruhanilərimizdən birinin bir şeiri var inşallah. Asiyə çox gözəl sevdiyim bir şeirdir. Xanım Zəhranın barəsində. İstəyirəm əziz izləyicilər də bundan istifadə eləsinlər. Fatimə dəhridə hər kimsəsizin kimsəsidir. Fatimə dəhridə hər kimsəsizin kimsəsidir. Kim onu sevsə əgər ruz qiyamət bəsidir. Gözümün nurudur Zəhra, bunu ərz etdir Rəsul, adı Kavsərdir, onun xaliqimin töhfəsidir. Vəhyi Rəbbindən alıb ismini Zəhra qoydu, surəti gərçi qadındır, özü nur cilvəsidir. Hara baxdıqca Əli gözləri Zəhra gördü. Hara baxdıqca Əli gözləri Zəhra gördü, o gözəldir, Əlinin eynindən nur çeşməsi. Heç bilirsən niyə Zəhra qozalıbdır ey deyil. Heç bilirsən niyə Zəhra qozalıbdır ey deyil, xanıma qüssə verən Kərbəla səhnəsidir. Əlinin haqqını ehya edən hər bir şəxsin zahirində özüdür, batini Zəhra səsidir. Sorsalar Seyyidə Allah niyə cənnət verdi? Çünki o Fatimənin zərrəsinin zərrəsidir.